Salam əziz şagirdlərim, vaxtınız xeyir olsun. Bugün yenidən biz sizlər üçün, sizlərə dəstək olmaq üçün həndəsə sistem mövzusundan tip sualların izahına baxacağıq. Yenə məqsəd odur ki, sizlərə test yazan zaman dəstək ola bilək. Baxdıq, bismillah. Unutmayın, dekabr aydır, buraxılışa az qalıb. Sual 1 baxıram. Deyir ki, B3 bərabər 6-ya, B4 bərabər 12-yə. Bizdən Q-nu soruşur. Q bərabər sual. Baxdıq, uşaqlar. Q-nu tapmaq üçün Q-nun düsturu nə idi? B-n bölək B-n çıx 1. Düzdür? O da bərabərdir. Elə Q bərabərdir. Elə B4-ü bölürüm nəyə? B3-ə. O da bərabər 12 bölü 6 bərabər nə? 2. Əla və gözəl. B variantı. Möhtəşəm. İkinci sualda 20 bölək 5. D variantı. 20 bölək 5. 4. C variantı. Birinci cavab oldu nə? B. Bunu bildik. İndi baxdıq üçüncü suala. Görək bu 3 nədir? Üçüncü sual İqbal müəllim bütün qruplarını yazdı. Hamısını demişdim. B1 bərabərdir 162-yə. B2 bərabərdir 54-ə. Silsilənin 6-cı ədədini soruşur. B6-nı soruşur. B6 bərabər sual. Yazıram nə? B6 bərabərdir. B1 vur Q üstü 5. Aha, müəllim mənə Q lazımdır. Q necə tapacam? Q bərabərdir B2 böl B1. O da bərabərdir 54 böl 162. Niyə bərabərdir? 3'də 1. Möhtəşəm və gözəl. Tapdıq 3'də 1. Onda B6 bərabərdir. B1 nədir? 162 vur. 3'də 1 üstü neçə? 5. O da bərabərdir. 162 vur. 1 böl 243. Neçə yıxsa gedir? 81'ə. Yuxarıda qalır 2. Aşağıda qalır 3. Bərabərdir 3'dəki. Tapdıq cavabı neçə? 3'dəki. Müəllim, sinifdə bunu yazmışdıq. Bəli, yazmışdıq. Yeni izah verirəm ki, qoy daha yaxşı biləsiniz. Əla. Hansı variant oldu? 3'dəki A variantı. Möhtəşəm və gözəl. İndi gəlir hansına? 5-ci suala. 5-ci sualı bilirsiniz. Rahat və gözəldir. Qoy da bunu yazın bir daha və qoy biləsiniz ki, bu tip suallar rahatdır. 5. 5 nə deyir? 5 deyir ki, B1 bərabər 2-yə, Q bərabərdir kökdə 5-ə. Məndən B3 soruşur. B3. B3 nəyə bərabərdir? B1'i yazırsan, 3'dən 1 çıxırsa nə qalır? 2. Qalanını qüvvətə yazırsan. O da bərabərdir 2 vuraq kökdə 5'in kvadratı. O da bərabərdir 2 vuraq 5 neçə? 10. Əla. Hansı variant? D variantı. 5 dolu D variantı. 6, 7. Yazsın müəllimsə 7-ni. 7 nədir? Sonsuz silsilə. Q bərabərdir 3'də 1. S bərabərdir 24. Məndən nə soruşur? B1'i. Sonsuz silsilədə ilk n həddinin cəmi S bərabərdir. B1 bölək 1 çıx Q. Nə gözəl. Onda S bərabərdir. B1 bölək 1 çıx Q. 1 çıx 3'də 1. Doğru. Nəyə bərabərdir S-imizdə? 24'ə. Möhtəşəm. Bu zaman yazıram ki mən. B1 bölək 3'də 2 neye bərabərdir? 24'ə. Bu zaman B1 bərabərdir 24 vur 3'də 2'yə. Bu da bərabərdir 16. B1 nədir? 16'dır. Aydın oldu uşaqlar. 1 çıx 3'də 1 oldu 3'də 2. Bu da vuruldu. Oldu 16. Möhtəşəm. Hansı variantdır? 5-ci sualımız olmadı. 7-ci sualımız 16 B variantı. Gözəl. Yəqin anlayırsınız. Ne gözəl. Bizim üçün çox xoş. İndi yazdıq. 8, 9 endirmə. Yazıq 9'u. Baxdıq 9 nə deyir bizə? Deyir ki, B1 bərabər 2'də 1. Nə gözəl. Q bərabər 4'də 1. Aha. Deyir ki, bizə sonsuz azılan həndəsindən cəmin tap. Deyirsiniz ki, ay müəllim, buna ehtiyac yox idi. Bunu bilirdik, olsun. İzahını verim. B1 bölək 1 minus Q. Düzdür? O da nədir? 2'də 1 bölək 1 çıx 4'də 1. O da bərabərdir 2'də 1. 1 çıx 4'də 1 nə eləyir? 4'də 3. Möhtəşəm. Bölən zaman nə edirlər? Birinci olduğu kimi qalır. İkinci tərsinə çevirilir. Vuraq 3'də 4. Möhtəşəm. Bu 2 ilə də 4 gedir qalır. 2 bərabərdir 3'də 2. Əla. Əla və əla. Hansı 3'də 2? Hansı variant? D variantı. Bildik mi? Ne güzel. Şimdi gəlir hara 11'ə. 11. Baxıram ki 30, 36, 6,
1, altta 1. Deyik, cəmi tap. Baxıram ki, bu nədir? Sonsuz silsilə. Və hamısında Q nədir? 36 böl 6. Altta 1, altta 1, altta 1. Q nəyə bərabərdir? Altta 1-ə. Doğru. Bəs B1 neçədir? 36. Cəmin soruşur. S bərabərdir. B1, yəni 36 böl 1 çıx 2. 1 çıx altta 1. O da 36 böl 6'da 5. O da 36 vur 5'te 6. O da 36'nı 5'e böləndə 36'nı 5'e böləndə düşün neçə? 7 onda 2 düzdür. Bərabərdir. 7 onda 2 vur 6. O da 43 tam onda 2 Y variantı. Möhtəşəm və gözəl. Bu 11. Şimdi 13'ə baxırıq. 13. Deyir ki, ikinci həddi 3. B2 bərabərdir 3'ə. Deyir ki, dördüncü həddi 27'dir. B4 bərabərdir 27'dir. Bizdən üçüncü həddi soruşursunuz. B3. Şimdi baxırsınız ki, ay müəllim, deyirsiniz buna ehtiyac yoxdur. Deyirəm, niyə dostum? Demişdiniz ki, hər bir hədd özündən əvvəl və sonra gələn hədlərin həndəsi ortasıdır. 2 üstə gəl 4. 6. Yarısı 3. Demək bu neymiş? B3'ün kvadratıymış. Bilik, cəminin yarısı. B3'ün kvadratıymış. Bu zaman B3'ün kvadratı bərabər B2, 3, B4, 27. Cəmi nə eləyir? 81. Onda B3 nədir? Plus minus 9. Nə gözəl, nə gözəl Y variantı. Sonra baxaq, bir dənə biz buradan neçəyə baxaq? 14'ə baxaq. 14'ə. 14. Nedir 14'də bizdə? Deyir ki, B6 bərabər 96. Q bərabərdir 2. B4 bərabər sual. Şöyle B6 bərabərdir mi? B4 vur. Nə qalır yerdə? 6'dan 4 çıxan ikisi qalır. Q üstündə 2. 96 bərabərdir. B4 vur. 2 üstü 2. 2 üstü 2 nə eləyir? 4. 4 B4 96. B4 bərabərdir 24. İlahi. Bu nə gözəl sualdır. Neçə oldu? 24. Hansı variant? C variantı. Bildi də yəqin hər kəs. Sıxıntı yoxdur. Başa düşürsünüz. Tam aydındır. Nə gözəl. 14. Yazdıq 14'ü. 15. 16. 17. İndi 16'nı yazaq. 16. Bax 16 nədir bizə? Deyir ki 16'da B2 bərabərdir -6. B3 bərabərdir 18. B5'i soruşur. Uşaq bəzən deyir ki 2 üstə gəl 3 5. Ambası heç nə vermir ha, elə getməyəcəksən. Əvvəl Q'nu tapacaqsan. Q nədir? B3 böl B2. 18 böl -6. Neçə? -3. Onda B5 bərabərdir. B3 vur Q kvadratı. Bu da 18 vur -3'ün kvadratı. 18 vur 9. Şu. Bu da nədir? 18 9'a varanda. 162. C variantı. Sonra 18. Nerede? 2'de 1. 1, 2, 4. Böyle gelir. Deyir B8'i tap. Deməli, görürəm ki 2'de 1, 1, 2, 4. Hər 2'ye vurur. Sonra 2'ye vuracaq. 8, 16, 32. Bak birinci, ikinci, üçüncü, dördüncü, 5, 6, 7. Sonra da 64. Düzdür. Görürəm ki 8'de 64 dururdu. 1, 2, 3, 4, 5, 6, 7, 8. Amma bunun izahını verməliyəm indi. Necə? Mənə nə soruşur? B8 bərabər sual. B1 nədir?
2'də 1. Bəs Q nədir? 1 bölü 2'də 1, 2. 2 bölü 1, 2. 4 bölü 2, 2. Məndən ne soruşur? B8'i. B8 nədir? B1 vur 2 üstü 7. O da 2'də 1 vur 2 üstü 7. 2'də 1 vur 128. 128 böl 2'də 1. 128 vur 2'də 1 nə eləyir? 64. Nə gözəl, nə gözəl. Hər iki yolla nədir? Cavabımız alınır. Əla. Ya Allah, ya Bismillah. Bunları bildik. İndi 19 şifahi. Hansı həndəsi silsədir? Həndəsi silsilə dəyişən məxrəci olamaz. Dəyişənlə topluma çıxma ola bilməz. Ancaq nə olmalıdır? Dəyişənin üstündə qüvvət olmalıdır. B variantı. Yəni dəyişən qüvvətdə olmalıdır ancaq. Yazıda qalsın. Harada olmalı dəyişən? Qüvvətdə. Başqa heç nə. Heç nə. Ancaq qüvvətdə. Gəldik hansına? 20'ye. 20 rahat suallardan biridir. B5 bərabərdir 9'a, Q bərabərdir 3'e, B1 bərabər sual. B5 bərabərdir B1 vur Q üstündə 4. Doğru, doğru. Şimdi 9 bərabərdir B1 vur 3 üstündə 4. 81 B1 bərabərdir 9'a, B1 də nədir? 9'da 1'e. B5 9'du. Q 3'dü. B1'i soruşur. B5 bərabərdir B1 vur Q üstü 4. 9 bərabərdir B1 vur 3 üstü 4. Düzü? Yəni 81 B1 9 ise B1 nədir? 9'da 1. Əla və gözəl. 21 rahatdır. 22 rahat. 20 bak. 14 bölü 2 7. Yani 7 vur 2 14 vur 2 28. 22'ye 5 vur 2 10 vur 2 20. Şimdi geldik 23'e. Ne diyor 23'te? Diyor ki B2 beraber de 6'ya. Q beraber de 3'e. İlk 5 şərtinin cəmini tap. S5 beraber sual. Mən S5'i tapmaq üçün əvvəl nə edəcəm? B2 bərabərdir B1 vur Q. Doğru, əlbəttə doğrudur. Yanında B1 vur 3 bərabərdir 6'ya, B1 neyə bərabərdir? 2'ye. Bu əla. B1 biz nə aldıq? 2. Daha sonra nə deyirəm? S5. S5 nə çalar? İlk 5 şərtinin cəmi. S5 bərabərdir B1 vur Q üstü 5 çıx 1 bölək nə? Q çıx 1. O da bərabərdir. B1 nədir uşaqlar? 2. Düzü. Bəs B1 2-dirsə, bəs Q nədir burada? 3'dür. 3 üstündə 5 çıx 1 bölək Q. Yəni 2 Q nədir burada? 3 çıx 1. Baxın uşaqlar. Bizim B1'imiz neçə aldı? 2. Q neçədir? 3. O da bərabərdir 2 vuraq 3 üstü 5 243 çıx 1. 242 bölü 2. İkilər sağollaşdı. Cavab oldu nə? 242. Aydın oldu. Başa düşdünüz uşaqlar. Bir də bunun izahını verin. Bunu Əlif Hava başa düşə bilmədi. Bizi nə verib burada uşaqlar? B2 verib ki 6. Əvvəl B1 tapmalıyam. B1 nədir uşaqlar? Sual, düzdür. B2 bərabərdir B1 vur Q. Düzdürmü? B1 neçədir bilmirəm. Q neçədir? 3. Niyə bərabərdir? 6'ya. B1 biz nə aldıq? 2. B1 aldıq 2. Q'nu aldıq neçə? 3. S5. S5 bərabərdir B1 vur Q üstü 5 çıx 1 bölək Q çıx 1. O da bərabər 2 vuraq 3 üstü 5 çıx 1 bölək 3 çıx 1. O da bərabər 2 vuraq 242 böl 2. Bu ikilər getdi, bərabərdir 242'ye. Bitti, getdi. Bu qədər sadə, gözəl, rahat. Oldu hansı? D variantı. Ya Allah, ya Bismillah. Şimdi gəldi hansına? 24'e. 24. Nədir 24'te? Deyir ki, B7 bərabərdir 11'e.
B10 bərabərdir 297'ye. Deyir ki, Q'nu tapın. Sil savrulma. Bunun için müxtəlif yollar var. Q bərabər sual. Mən ən yaxşısı bundan gedirəm. B10 bərabərdir B7 vur Q üstü 3. Всё. B7 nədir? 11 vur Q üstü 3 bərabərdir 297. Q üstü 3 bərabərdir 297'ni bölürəm neçəyə? 11'ə. 297'də böl 11 düşür neçə? 27. Neyin kub 27'liyir 3'ün. Всё. Aydın oldu. Olur nə? Bu variantı. Əla, əla, əla. İndi baxaq 27'yə. O da buna aiddir. Nə deyir 27'də? Deyir B2 bərabərdir 10'a. B5 bərabərdir 2 böl 25'ə. Vuruğunu tap. Yenə də. B5 bərabərdir B2 vur Q kubu. Yes. Yazıramdan da B2 nədir? 10 vur Q kubu bərabərdir 25'te 2. Əla. Q kubu da bərabərdir 2 böl 25 böl 10. Bu da 2 böl 25 vur 10'da 1. Şimdi burada 2 ilə 10 ixtisar gelib qalır 5. O da bərabərdir 1 böl 125. Neyin kubu 125'te birləyir? 5'te birinci. Aydın oldu. Əlbəttə aydın oldu. Şimdi geldik 29'a. 28 de 56 böl 7. 28'e bakalım da bir tane de. 28. B5 neçədir? 7. B8 neçədir? 56. Q'nu soruşur. B8 bərabərdir B5 vur Q kubu. Yəni ki 56 bərabərdir 7 vur Q kubu. Q kubu bərabərdir 8'e, Q də bərabərdir 2'ye. Hansı variant? C variantı. 18'i bildik, 30'u bildik, sonsuz süslədi. 31 tipi bildik. 31 yazığında. 31. Ne diyor 31'de? B1 2'dir. B6 64'dür. Q'nu soruşur. Yine B6 bərabərdir. B1 vur. Neçəsi qaldı yerdə? 5'e. Q üstü 5. 6'dan 1 çıxdıq. Heç nə. 2 vur Q üstü 5 bərabərdir 64'e. Q üstü 5 bərabərdir 32'ye. Q'dur neye bərabərdir? 2'ye. Всё. 32'ye baxdıq. Hansısa nə silsilədir? Toplama olmaz, vurma olmaz, ancaq qüvvət olmalıdır. Dəyişən qüvvət olmalıdır. Hansı? İkinci. Всё. 33'də məxərci dəyişən olmaz, toplama olmaz, toplama olmaz. Hansı qalır? İkinci. Dəyişən qüvvətdədir. 34. Hansısa nə silsilədir? İkincinin kvadratı 1 ilə üçün hasıl olmalıdır. B1, B2, B3 ise B1 vur B3, B2'nin ne eləyir? Kvadratı. Всё. Kvadratı. 1 olmaz, 2 olmaz. Düzdür? D olmaz. Y de olmaz. Ama ikinciye bak. 6 vur 96, 576, 24'ün kvadratı 576. Veyahut da ki 24 bölü 6 4, 96 bölü 24 yine 4. Oldu B variantı. 35'te A getdi. 3 vur 4 12, 12 vur 4 48. Veyahut da ki 3 vur 48 144, 12'nin kvadratı 144 ödəyir. Şimdi baxdıq 36'ya. Gözəl suallardan biridir. 36'ya. Deməli deyir ki B7 bərabərdir kökdə 3. Deyir ki B5 vur, B6 vur, B7 vur, B8 vur, B9. Bunun için müəllim sizə gözəl yol demişdi. Ha, çox gözəl bir yol demişdi. Nə demişdim? Hər bir hədəf
əvvəl və sonra gələn hədlərin həndəsi ortasıdır. B5, B9. 5, 9 nə eləyir? 14. Yarısı 7. Olur B7-nin kvadratı. 6, 8, 14. Yarısı 7. B7'nin kvadratı. Bu da bərabər B7 vur. B7'nin kvadratı vur. B7'nin kvadratı. O da bərabər B7 nədir? Kökdə 3 vur. Kökdə 3'ün kvadratı vur. Kökdə 3'ün kvadratı. O da bərabər kök altında 3. Vuraq 3. Vuraq 3. Nə? 9 kökdə 3. Möhtəşəm. Həqiqətən möhtəşəm. C variantı. Əla. İndi baxdıq 37-yə. 37 bundandır. Neçdəndir? 1, 2, 3, 4, 5 dənə. Olacaq nə? B4 üstü 5. 243. B4 neçədir? 3. İndi baxaq 38-ə, 39-a. Elə baxaq 39-a. 39. Böyük olur nə? Kök hətta 7. İlk 5 ədin hansıdır? B1, B2, B3, B4, B5. Düstur da vermişdim, amma demişdim bu yol rahatdır. Baxaq. 1 üstə gəl 5. Nə eləyir? 6. Yarısı 3. Olur B3'ün kvadratı. Şimdi. 2 üstə gəl 4. 6. Yarısı B3'ün kvadratı. O da B3. Bərabər B3 vur. B3'ün kvadratı vur. B3'ün kvadratı. Düzdür. İstəsən yaza bilərsən bunu B3 üstündə 5. Fərqi yox da. Və yaxud da ki mən belə yazıram. B3 nədir? Kökdə 7. B3'ün kvadratı. Kökdə 7'nin kvadratı. Vuraq kökdə 7'nin kvadratı. Bu da bərabərdir. 7 vur. Daha doğrusu. Kökdə 7 vur. 7 vur 7. Bərabərdir. 49 kökdə 7. 49 kökdə 7. Odansı A variantı. Bildik. Bir dənə 40'a da baxaq. 40'a baxaq. Nə deyir? Deyir ki, B7 çıx B1 bərabərdir 18. Q bərabərdir 7. İlk 6 ədin cəmini soruşur. S6. S6 bərabər B1 vuraq Q üstü 6 çıx 1 bölək Q çıx 1. Onu da vurub açıram. B1 vur Q üstü 6 çıx B1 bölək Q çıx 1. B1 vur Q üstü 6 mənə verir? B7 çıx B1 bölək Q çıx 1. O da 18 böl 7 çıx 1. O da 18 böl 6 bərabərdir 3 nöqtəsini qoyduq. Əziz gənclərimiz, bura kimi izahlədim 40'a qədər. Növbəti videoda 40'dan sonra izahlayacağım. İnşallah ki bir faydası dəydi. Bir dənə bu sualı baxın inşallah. Belə bir dənə sual düşsə B1 vur, B2 vur, B3 vur, B4 vur, B5 vur, B6 vur, B7 vur. İlk 7 həddin hasili. Ortada hansı həddir? 4 bərabərdir. B4 üstü 7. 7 rəndimi? Say. Ortadakının üstü 7. Əziz gənclərimiz, növbəti izahları digər videoda paylaşacağım. Hələlik uşaqlar, xoş oldu.